Yevlaxda 29 yaşlı oğlan qətlə yetirilib. Bu barədə rayon prokurorluğu məlumat yayıb. Bildirilib ki, 1996-cı il təvəllüdlü Xəyal Zeynalovun aldığı xəsarətlər səbəbindən xəstəxanada ölməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılıb. Araşdırma zamanı 1999-cu il təvəllüdlü Mahir Baxşalızadənin rayon ərazisində yerləşən kafelərdən birində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Xəyal Zeynalovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Fakt üzrə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb, Mahir Baxşalızadə polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub, hazırda ibtidai istintaq davam etdirilir. Hadisə ilə bağlı əlavə məlumatlar veriləcək.